Şöyle, mövzumuz Ərdəbil hakimliyi Azərbaycan Səfəvi dövrünün yaranması. Səfəvilər kimlərdir? Səfəvilər Azərbaycanda Sufi Dərviş təriqətini qurmuş bir sülalədir. Onlar 13-cü əsrin sonunda yaranmışdı. Bu təriqət Ərdəbildə Şeyx Səfin İshaq tərəfindən qurulmuşdu. Mürid davamçı deməkdir, şahidlər ola bilər sonra. Mürid davamçıdır, mürşid isə ustad, rəhbər mənasında verir. Monqol işğalları zamanı Azərbaycana gəlmişdilər və burada məskunlaşmışdılar. Bu təriqət sənətkarlar və kəndlilər arasında daha geniş yayılmışdı. İslam dini şiəlik təriqətini təbliğ edirlər. İlk dövrlərdə onlar özləri də sünni olmuşlar, daha sonra isə şiəlik təriqətini təbliğ etmişlər. Bu artıq şiəlik təriqəti siyasi hakimiyyətə gəlmək üçün ortaya atılan bir məsələ idi və hakimiyyətə gəlmək üçün bu qoldan istifadə etmişlər. Oturaq əhalinin tələbini daha çox ifadə edirdi deyə onlar oturaq əhali tərəfindən daha çox qarşılanmışdı. Onlar Azərbaycanda həmin dövrdə olan ağır vəziyyətin səbəbini sünnilik təriqətində və hakimiyyətdə sünni hökmdarlarda görürdü. Axı, deməli, Qaraqoyunlu, Ağqoyunlu və digər dövlətlər həmin dövrə qədər əsasən sünni məzhəbi olub Azərbaycanda hökm sürübdür. Və sünnilərin hakim mövqeyini qeyri-qanuni sayırdılar. Ərdəbildə möhkəmlənmişdilər. Oradan ideyaları Azərbaycanın digər bölgələrində yayılmışdı. Azərbaycan, Kiçik Asiya, Suriya, İraq və digər ərazilərdə də onların tərəfdarları çox idi. Tərəfdarların sürətlə yayılma səbəbi Azərbaycanın feodal müharibələri, Səfəvi şeylərin sonra cəmiyyətə ədalətsizliyin olması, bunu açıq şəkildə ifadə edirdilər və mövcud olan vergi mükəlləfiyyətlər. Şeyx Cüneydin fəaliyyəti. Şeyx Cüneyd fəaliyyət dövründə Səfəvilərin fəallığı daha da artdı. Müxtəlif tayfalar onların tabeliyinə keçdilər. Bunların hamısını adını əzbərləməyə ehtiyac yoxdur. Onların nüfuzunun artmasını görən Qaraqoyunlu hökmdarı Cahanşah Şeyx Cüneyd tələb edir ki, Azərbaycanı tərk etsin, yəni Ərdəbildən tərk edib çıxıb getsin. 1449-cu ildə Ərdəbildən çıxan Şeyx Cüneyd Misir, Suriya, Mesopotamiya fırlandı və hərdənib gələrək Ağqoyunlu Həsən bəyin yanına gəldi. Onunla qohumluq münasibəti qurdu, bacısı və Xədicə xanımla evləndi və ittifaq möhkəmlənmiş oldu. 1460-cı Dağıstan və Şirvana yürüş etdi. Bu yürüş Şirvanşahları narahat elədi və onlar Cahanşahla ittifaqa girdilər. Şirvanşah hökmdarı 1-ci Xəllullah. Biz bunu daha əvvəl xatırlayırıq Xəllullahı. Şahruxdan, Teymur hökmdarı Şahruxdan ittifaqa girib Qaraqoyunluya qarşı çıxmışdı. Və Cahanşahla 1-ci Xəllullah ittifaqa girərək Samur çayı sahilində döyüşdə qalib gəlir Şeyx Cüneyd öldürülür. Bu Samur çayı döyüşünün xatırı isə Qaraqoyunlu mövzusunda Cahanşah da demişdi, bir cümlə ilə ifadə eləmişdi ki, Samur döyüşündə Səfəvilərlə mübarizə, yəni Qaraqoyunlular Səfəvilərlə mübarizəsi var Samur döyüşü. Şeyx Edənin hakimiyyət dövrü şahidlər. Yəni hakimiyyət deməyək, çünki hökmdar deyil, idarə etdiyi dövrdədir. Baxaq, Şeyx Cüneydin siyasəti davam etdirir. Həsən bəyin qızı ilə evlənmiş Alimşah bəyimlə və onunla da qohumluq münasibəti saxlamışdılar, yəni ittifaqı güclənmişdi. İlk dəfə olaraq Səfəvi hərbi dəstələri yeni hərbi qayda təşkil olunmuşdu. Onlar Qızılbaş adlanmışdılar, çünki 12 imam şərəfinə qırmızı zolaq papaq qoyurdular. Həsən bəyin Teymurilərə qarşı olan mübarizəsində istifadə ilə ondan kömək eləmişdi. 1468-69 Teymuri Əbu Səidin Azərbaycan yürüşü Muğan ətrafında döyüşdü. Ağqoyunlulara kömək eləmişdi. 1870-ci ildə isə, bu da testlərdə soruşur bu sualı, Həsən Padşahın köməyi ilə Ərdəbildə Səfəvi ordunun irsi taxtına oturmuşdu. 3 dəfə Şirvan və Dağıstanı yürüş eləyir. Həmin yürüşlərin üçüncüsündə 88-ci ildə artıq hakimiyyətdə Ağqoyunlularda Yaqub Padşah idi. O, Səfəvilərin nüfuzunun artmasından narahat olur və Şirvan hökmdarına kömək edir. Şirvan hökmdarı Fərrux Yasarla ittifaqa girir. 1488 Şah Dağı yaxınında baş verən döyüşdə Şeyx Heydər öldürülür. Ondan sonra Ərdəbili işğal edir Yaqub Padşah. Buradakı müridlərə divan tutdu, yəni davamçılarına divan tutur. Oğlanları Sultanəli, İbrahim və İsmail isə anası Alimşah bəyimlə bərabər Şirazlı İstixar qalasına həbsə salır.
Şeyx Sultanəli. Rüstəm Paşa Ağqoyunlulara hakimlik gəldikdən sonra o Səfəvilərin gücünü istifadə etmək qərarı gəldi. Oğlanları həbsdən çıxarıb, biraz adını çəkmiş oğlanları həbsdən çıxardır. Sultanəli yenidən Ərdəbildə hakimlik gətirir. 2 il qalır orada. Və 2 il sonra Sultanəli nüfuzunun artmasından narahat olur və 94-cü ildə Şəməsi yaxınlığında döyüşdə onu məğlub edib öldürür. Sultanəli isə döyüşə girməzdən əvvəl qardaşı İsmaili özünə varis təyin edir. Onu göndərmişdi Gilan şahının yanına. Gilan hakiminin yanına göndərmişdi, orada qalır. Şeyx İsmail. Deməli, Lahıcana Gilana göndərilmişdi, orada qaldı bir müddət və 1499-cu ildə isə fəaliyyətə başlayır. Ərdəbilə gəlir, tərəfdarlarını toplayır bir araya və tərəfdarların sayını artırmaq üçün Azərbaycanı dolaşır. Anadoluya qədər gəldi, Ərzincana gəldi, Ərzincanda müşavirə keçirdilər. 1500-cü ildə Ərzincan müşavirəsi. Alınan qərar nə idi? Orada birinci qərarımız budur. Yəni, alınan qərarımız budur. Ağqoyunlu dövlətinə və Şirvanşahlara qarşı mübarizə aparmaq. Birinci olaraq Şirvanşah Fərrux Yasar seçildi. Nəyə görə? Çünki o Şeyx Heydərdə öldürmüşdü, həm də digərlərinə nisbətən daha zəif idi. Əgər Ağqoyunlara qarşı mübarizə başlayarsa, iki Ağqoyunlu hökmdarına eyni anda mübarizə aparmaq məcburiyyətində qalar ki, bu da Səfəvilər üçün əlverişli deyildi. Ona görə birinci zərbə Fərrux Yasara doğru vurulmaq nəzərə alınmış oldu. Birinci Cabanı döyüşü 1500-cü ildə Şirvana yürüş el Gürcistan qalası yaxınında döyüşdə Şirvanşah qoşununu məğlub elədi. Sayı az olmasına baxmayaraq özlərinin və Fərrux isə döyüşdə öldürülür. Az sonra Qızılbaşlar Şamaxını tutdular. Ardınca 1501-in yazında, diqqətli olun, 1501-də olan hadisələr sayılığında ardıcıl gecə. Yazda Bakını keçirdilər, Gürcistan qalası mühasirəyə alınır. 1501-də. Birinci budur, Bakı ilə keçirildi və Gürcistana doğru gəldilər. Bu zaman ona xəbər çatır ki, Əlvənd Mirzə, birisi Ağqoyunun birinci qolu idi, Təbrizdən qoşunla hücuma keçir şimala doğru. Bundan sonra Gürcistan qalasının mühasirəsini dayandırırlar və Əlvənd Mirzə ilə döyüşə başlayırlar. Burada olan döyüşlər Samur, Şahdağ, Şəməsi, Cavanı, Şərur döyüşləri. Şərur döyüşünün biraz sonra gələcək deyəcəm sizə. Bu cədvəldə bir daha diqqət edəcəksiniz. Səfəvi təriqətinin nümayəndələri. Hələ bunlar hökmdar deyildilər. Ərdəbil hakimliyidir. Azərbaycanda ümumiyyətlə Səfəvilərin hakimiyyəti deməli Azərbaycanda hakimiyyəti. Deməli, birinci mərhələmiz şagirdlər budur. 13-cü əsrin sonundan 1501-ə qədər Ərdəbildə hakimiyyətdə olublar, yəni Ərdəbil hakimlər. İkinci mərhələ isə 1501-dən 1736-ya qədər isə bütün Azərbaycanda hakimiyyət dövrüdür Səfəvilərin. Aydınmı? Birinci mərhələmiz Ərdəbildə hakimiyyətdə olduğu dövrdür. İkinci isə bütün Azərbaycandakı hakimiyyət dövrləri olaraq bizə qeyd olunur. İndi baxaq Səfəvi dövlətinin yaranması. 1501-də demək ki, birinci məsələmiz nə oldu? Bakını ələ keçirdilər. Bu zaman xəbər eşitdik ki, Əlvənd Mirzə hücuma keçibdir. Ona görə Gürcistan qalası mühasirədən əl çəkirlər və Əlvənd Mirzənin döyüşə girmək üçün hücuma keçirlər. 1501 ortalarında, təxminən yayında Şərur yaxınında döyüş. Bu döyüşdə Əlvənd Mirzənin qoşunu çox olmasına baxmayaraq məğlub oldu. Bununla da Ağqoyun dövlətinin birinci qolu şahidlər süqut edildi. Hansı döyüşdə? Şərur döyüşündə. Şahidlər, təkrar deyirəm, bir də bu ifadəni deyim, diqqətlə baxın. 1501 Bakının tutulması, 1501 Şərur döyüşü, bunlar heç bir Səfəvi dövlətinə aid deyil. Və dövlət yoxdur. Nə dövlət yoxdur, nə də hökmdar yoxdur. Hələ Ərdəbil hakimliyidir. Şərur döyüşündən sonra 1501-in payızında birinci İsmail və yaxud da Şeyx İsmail Təbrizə daxil oldu. Təbrizdə tutaraq Səfəvi dövlətinin əsasını qoymuş oldu.
özünün isə hakimiyyəti 1501-dən 1724-ə qədər davam edəcək. Ardınca buna narazı olan kim idi? Ağqoyunların ikinci qolu bundan narazı oldu. Və 1501-ci ildə, daha sonra 1503-cü ildə Həmədan yaxında Almabulaq döyüşü baş verdi. Həmin döyüşdə Ağqoyunların ikinci qoluna da Murad Mirzə rəhbərlik edir, ikinci qoluna da son qoydu və Ağqoyun dövləti süqut etdi. 1503-cü ildə Almabulaq döyüş nəticəsində bitdi. Həmin il Şah İsmail artıq 1501-də şah titulunu götürmüşdü. Şah İsmail İranın mərkəzini, şərq vilayətlərini, daha sonra Şərq Anadolunun, Ərəb İraqını, şahidlər diqqətli olun, Ərəb İraqını tutan, ələ keçirən hökmdarlar kimdir? Şah İsmail, bir də Şah Abbas. Səfəvi dövlətini birləşdirdi. Qafqazın mərkəzi və cənub-qərb bölgələri ələ keçirmiş oldu. Bunlara diqqət edirsək, xüsusən Ərəb İraqı məsələsinə. Səfəvi dövləti imperatorluğa çevrildi. Baxaq, hansı hadisədən sonra imperatorluğa çevriləcək 1510-cu ildə. Şah İsmailin ərazinin genişləndirilməsi. 1510-da Dərbəndi Dağıstanı asılı halsaldı, tabi etdi. 1510-da Mərv döyüşündə Şeybani xanım, Özbək xanım məğlub etdi və Xorasanı əl keçirdi. Xorasanın tutulması Səfəvi dövləti imperiyaya çevirdi. Xorasan məsələsini bilirsiniz əvvəldən. Daha sonra Şeybanilərlə məsələni. 1507-ci ildə Teymurilər süqut eləyərkən onların demək, sülalə üzvləri yaxınlaşırlar, Səfəvilərə sığınırlar, Səfəvilər onları himayə edirlər. Bu isə Səfəvilərlə Şeybanilər arasında münaqişənin başlanğıcını qoymuş olacaq. Deməli, sual belədir, bu formada da verəcək sonra bizə. İmperiya çevirdi, Fərat çayının Amudəriyyəyə qədər olan ərazilər Səfəvilərin tərkibinə daxil oldu. Azərbaycan əksər hissəsi birləşdirildi, Şirvanşahı və Şəki hakimliyi isə asılı salındı. Sual da belə verəcək, Şirvanşahların və yaxud Şəki hakimliyi ilk dəfə tabi edilməsi 1-ci İsmail və Şah İsmailin hakimiyyət dövrünə aiddir. Ləğvi isə Təhmasibə aiddir. Bəli, yerli hökmdarların əlində sadəcə daxili idarəçilik qaldı, yəni asılı salmış oldu. Səfəvi dövləti türk dövlətidir. Bütün idarə işlərində türk dili işlədilir. Bunu bir mənalı olaraq qeyd edirik. Paytaxtı gördüyünüz kimi Urmiya ətrafında Təbriz şəhəridir. Urmiya aşağısında Marağa idi, yuxarısında Təbrizdir. Təbrizdən də sağa tərəf gəlsək Ərdəbildir, təxminən bu ərazilərdə. Bu üç şəhər demişdik ki, mütləq yerlərini bilməyimiz lazımdır. Siyasi sistemi inzibati quruluşu. Baxaq. Qaraqoyunlu və Osmanlı dövlətinin idarə etməsinə və quruluşuna əsaslanırdı. Onlardan fərqli olaraq demişdik, xatırlayırsınızsa, bu dövlətlər içərisində ilk dəfə Səfəvilər dövləti mərkəzləşmiş dövlət idi. Güclü mərkəzləşmiş dövlət qurdu və teokratik xüsusiyyət daşıdı, yəni dini hakimiyyətdir. Din qaydaları əsaslanır. Hal-hazırda bəzi dövlətlərdə, həm İslam ölkələrində, həm Xristian ölkələrində teokratik monarxiya idarə etmə sistemi vardır. Deməli, Qızılbaş adıyla tanınırdı 2004-dən Şeyx Heydərin dövründən. İdarəçilikdə irsilik prinsipi mövcud idi. Bu, məmur bürokrasiyasının güclənməsinə şərait yaradırdı. Yəni, hakimiyyətləri gücləndirdi bu şəkildə. Səfəvi dövlətində ilk vaxtlar, buna xüsusi diqqət edirik, ilk vaxtlar Səfəvi dövlətində 2 bəylərbəyliyi var. Bir Qarabağ, 2 Təbriz bəylərbəyliyi. Niyə görə? Çünki Şirvan ərazisi, Şirvan bəylərbəyliyi deyənlər var, çaşdırırlar bəzən şahidlər. Şirvan ərazisi şahidlər 1538-də bəylərbəyliyə çevriləcək. Çukurçay isə 17-ci əsrin əvvəllərindədir. Ona görə də dövlət qurularkən ilk olaraq birinci Qarabağ bəylərbəyliyi idi, ikincisi isə Təbrizdə. 2 dənə bəylərbəyliyimiz var. Qarabağ bəylərbəyliyin mərkəzi Gəncədir, Təbrizin 1538-də yaranacaq. Çukurçay bəylərbəyliyi isə 17-ci əsrdə yaranmış olacaq. Ümumiyyətlə 4 bəylərbəyliyi var. Şirvan, Şamaxı, Qarabağ, Gəncə, Təbriz, Çukurçay olmaqla.
Bu da şagirdlərin çaşdırdığı hissələrdən biridir. Diqqətli olacaq orada. Hı -hı. İdarə etmə sisteminə baxırıq, əzizlərim. Dövlətdə birinci yerdə gəlir şah. İnzibati bölgünü deyim sizə burada. Baxın sizə nə var? Bəylər, bəyliklər bölünür mahallara. Mahallar şəhərlərə, şəhərlər kəndlərə. Bu bildiyimiz klassik bir bölgüdür. Bəylər, bəylikləri bəylər bəy idarə edir. Mahalları naib idarə edir. Naiblər 16-cı əsrdir. Aşağıda deyəcəm bunu, ona görə burada dəyinmirəm. Şəhərlər, Kələntər baxır, kəndlərə kəndxudalar. Birinci ilə şah gəlir. Şah qeyri-məhdud hakimiyyətə malikdir şagirdlər. Qeyri-məhdud. Yəni bu deməkdir ki, bütün hakimiyyət şaha məxsusdur. Onun fəaliyyətini heç kəs məhdudlaşdırmır. Qanunverici də odur, icra edən də odur, hər şey odur. Bəzi testləri belə yazır. Şahın hakimiyyətini qanunverici orqan olan məclis məhdudlaşdırır. Xeyr, məclis qanunverici deyil, qanun verən şahdır. Və yaxud da deyir ki, şah məhdud hakimiyyətə malikdir. Xeyr, şah qeyri-məhdud hakimiyyətə malikdir. Ali dünyəvi dini hakimiyyət ona məxsusdur. Ölkədə şiəlik məzhəbi əsas məzhəbi elan olunmuşdur. Bu isə qonşu dövlət olan, sünni olan Osmanlı və Şeybani dövlətlərinə müəyyən dini mənada mübarizəyə gətirib çıxarmışdır. İkinci şəxs vəkil sayılırdı. Şahın dünyəvi və dini işlərdə müavini sayılır. Dini dövlət olduğuna görə ikinci yeri vəkildir. Ağqoyunlu, Qaraqoyunludan fərqli olur. Onlarda isə əmir əl-ümara idi, ordu başçısı idi. Sonra üçüncü yerdə əmir-ümara ordu baş komandanı idi. Daha sonra dördüncü yerdə vəzir, 17-ci əsrdə sədr. Testlərdə var şagirdlər bu sual. Diqqətli olacaqsınız buna. Xüsusən də bu idarə etmə məsələsində həm 16-cı əsr, həm də 17-ci əsr Səfəvilər ailəsinin toplum testlərində bununla bağlı suallar var. Diqqətli olacaqsınız. Vəzir mülki və maliyyə işlərinə baxır, dövlətin mədaxil məxaricinə baxır. Yəni əsas demək olar ki, dövlətin sarayda əsas vəzifələr bu şəxsin əlindədir. 16-cı əsr vəzirdir, 17-ci əsr sədr adlanırdı. Sədr dini işlərə baxır, vəqf işlərini idarə eləyəcək. Qazı, burada səhv yazıb, qazı yox, qazı, birləşdiririk bunu. Qazı məhkəmə işlərinə baxır, dini qaydaları həyata keçirir. Ali Məclis şahın yanında fəaliyyət göstərir və məsləhətçi orqandır. Sizi çaşdırmaq üçün yazacaq, qanunverici yazacaq əsla. Məsləhətçi orqandır. Bəylər bəy. Bəylər bəylər şah tərəfindən təyin olunur və birbaşa şaha tabedir. Testin birində yazır ki, o sadəcə bəylər bəyinki vəzirlər haqqında yazacaq ki, sadəcə orada satan deyil, deyəcəm yaxşı onu. Deməli, əhalinin vergi toplayıb qoşun saxlamaq hesabına. Bəylər bəylikdəki vəzirlər. Sarayda olduğu kimi burada da maliyyə işlərinə baxırlar bəylər bəyliyinin vəzirləri. Bəylər bəyliyinin nəzarətində fəaliyyət göstərsə yalnız mərkəzi divana hesabat verirlər. Amma testdə belə bir şey yazır çaşdırmaq üçün. 17-ci əsr səhv etmirəmsə testlərində idarə etmədə belə bir sual var. Bəylər bəyliklərdə vəzir sadəcə bəylər bəyliyinə hesabat verir. Xeyr, mərkəzi divana hesabat verir. Diqqətli olacaqsınız, toplumun sualıdır. Qolbəy və naiblər. Mahalları idarə edən 16-cı əsrdə naib adlanır, 17-ci əsrdə qolbəy adlanır. Təkrarlayıram, mahalları idarə edirlər naiblər 16-cı əsrdə, 17-ci əsrdə isə mahalları qolbəy idarə edir. Kənd xuda kəndə baxır, Kələntər şəhərləri idarə edir, Darğa şəhər polisidir, asayiş rolunu asayiş qoruyur və Kələntərə tabedir. Sultan kiçik inzibati vahidləri idarə edir. Bu da toplumun sualıdır. Qolbəyyə tabedir. Yəni artıq buradan ortaya çıxır ki, Sultan 17-ci əsrə aiddir. Xan ali hərbi inzibati mövqe tutan inzibati vahidlərdə əraziləri idarə edir. Xan isə ali hərbi inzibati mövqe tutur və biraz daha üstün bir vəzifədir. Aha, idarə etməsində hələ daha çox şeyimiz var. Deməli, burada idarəçinin oxşar fərqli cəhətləri var. Buna özü diqqət edəcəksiniz. Yəni, bu formada deməyə ehtiyac yoxdur. Mövzunu öyrənmişiksə, onsuz da rahat bir şəkildə onun fərqlərini ortaya çıxarda bilərik. Səfəvi Osmanlı müharibəsi başlanması.
Baxaq şəhidlər. Birinci Səfəvi Osmanlı müharibəsi. Bəyazın hakimiyyət dövründə. Sultan Bəyazın hakimiyyət dövründə, ikinci Bəyazın dövründə o Şah İsmayılı hökmdar kimi tanımışdı və bir-birlərinə dostluq münasibətləri saxlayırdı. Amma birinci Səlim hakimiyyəti gəldikdən sonra isə bu dostluq münasibətləri pozuldu və uzun sürən müharibələr səbəb olacaq. Əsas məsələ Sünni Şiə məsələsi idi. Bunun səbəbləri nədir? Deməli, Osmanlı sərhədlərini genişləndirmək istəyirdi. Azərbaycan ticarət yolları nəzarəti öz əlinə almağa çalışırdı və mövqeyini artırmaq istəyir, möhkəmləndirmək istəyir. Müharibə ərəfəsində yenə suallardan biri, toplum suallardan biridir. Birinci Səlim Macarıstan və Venesiya ilə əlaqələri saxladı, yəni sülh müqaviləsi bağladı, müharibəni dayandırdı. Şeybanilərdən yardım aldı. Bu əsrin sonunda da olacaqdı. İkinci Səfəvi Osmanlı müharibəsi dövründə də olacaq bu məsələ, Şeybanilərin məsələyə qarışması, yəni şərqdən hücum eləyəcəklər. Və birinci Səlim bu müharibəni müqəddəs müharibə olaraq, cihad olaraq adlandırmışdı. Şah İsmayıl neylədi? Həsən padşahda olduğu kimi Avropa dövlətləri əlaqə saxladı, ordu saxalmağa çalışırdı və ticarət əlaqəsi qurmağa cəhd elədi. Müxtəlif dövlətlərin Rom papası, Venesiyadır, Portuqaliya ilə xüsusilə 1510-cu ildə əlaqələr saxladı, hətta onu ordu silah gətirmək üçün müqavilə bağladı və buna görə Portuqaliya Hind okeanında və Hörmüzdə möhkəmlənməsinə mane olmadı. Portuqaliya isə Venesiya etdiyi kimi yenisini etdi. Yəni, gəldi bu ərazidə möhkəmləndi, amma onu aldadaraq nəticədə Portuqaliya Hörmüzdə möhkəmləndi və Səfəvilərin dənizə çıxışı bağlandı burada. Müharibənin başlaması 1514-cü ildə Çaldıran yaxında döyüşdə Osmanlılar həm sayca üstün idilər, həm də odlu silahdan istifadə edərək müharibədə qalib gəldilər döyüşdə. Bundan sonra Səlim Təbrizi ələ keçirdi. Amma Səfəvilərin yeni hücum təhlükəsi var idi, əsgərlər arasında narazılıq vardı. Həm də hər hansı bir sui-qəsdən və yaxud da birinci Şah İsmayılın edəcəyi bir həmlədən narahat idi. Ona görə də geri qayıtdı. Geri qayıdarkən Moskva qədər ki, şərqi və cənub-şərq Anadolu ərazisini ələ keçirdi. Cənub-qərbi Qafqazda geniş ərazilər ələ keçirmiş oldu. Yaxın və orta şərqdə mövqeyini möhkəmləndirdi. Bu toplumun sualıdır, testlərdə qarşıya çıxacaq və sınaqda düşən, kursların birinin sınağında düşən suallardan biri idi. Diqqət olacaqsınız buna. Təkrar edirəm, Şərqi Anadolu'da ərazilər tutdu. Cənub-qərbi Qafqazda geniş ərazilər ələ keçirmiş oldu. Yəni Səfəvilər bu əraziləri itirdi. Geri qayıdarkən bir neçə Təbrizli ustanı da özü ilə bərabər neyləmişdi? Aparmışdı. Bu həm xatırlayırsınızda Əmir Teymurda və Monqollarda var idi. Eyni məsələlər orada davam edirdi. Daha sonra Şah İsmayıl bir daha döyüşə girmir Osmanlılarla. Birinci Səlim ondan sonra Sultan Süleyman hakimiyyətə gəldi. Sultan Süleyman ilk dövrlərində Avropa dövlətlərinə daha çox önəm verirdi, əhəmiyyət verirdi o məsələlərə. Ondan sonra isə Avropa dövlətləri məsələlərini qaydaya saldıqdan sonra Azərbaycana da Səfəvilər üzərində yürüşlərini davam etdirəcək. 24-cü ildə Şah İsmayıl vəfatından sonra gənc yaşda vəfat elədi. Yerinə 10 yaşlı Təhmasib gəldi. Az yaşlı olduğuna görə Qızılbaş əmirləri arasında çəkişmələr başladı, daxili çəkişmələr artdı, mərkəzi hakimiyyət zəiflədi. Amma müəyyən vaxtdan sonra idarəçiliyi öz əlinə aldı, yaşa dolduqca. Bu, Hülaki dövlətində Əbu Səid üçün də eyni şeyi demişdik, xatırlayırsınız. Zamanla idarəçiliyi öz əlinə aldı və dövləti möhkəmləndirdi. O, daxili çəkişmələri aradan qaldırdı, mərkəzi hakimiyyəti gücləndirdi. Xorasanda özbəklərlə mübarizə aparırdı. Bundan istifadə edən Sultan Süleyman Azərbaycana yürüş edir. Osmanlılar bu dövrdə Azərbaycana 4 dəfə yürüş etmişdi. Şahidlər, bu məsələdə diqqət edirsiniz. Sultan Süleyman yürüşlərində konkret yürüşü nəticəsi. Deməli, birinci yürüşümüz 1534-də üzr istəyirəm. Gəldi. Şah Təhmasib yandırmış torpaq taktikası istifadə etdi. Yəni,
Ölkənin qərb sərhədində İrəvan, Naxçıvan istiqaməti əhali ölkənin daxili vilayətlərinə köçürüldü, ərzaq malqara aparıldı, o tərəf hamısı yandırıldı. Apara bildilər, aparda qalan hamısını yandırdılar. Məqsəd bu idi ki, Osmanlılar yürüş edərkən onların əlinə bir qənimət keçməsin ki, burada çətin ərzaq çatışmazlığı yaşasınlar. Osmanlı Təbrizə qədər gəldilər, tutsalar da burada qala bilmədilər. Qışın yaxınlaşmasa ərzaq çatışmazlığı və geri qayıtdı. Eyni zamanda bir müqavimət. Amma geri qayıdarkən Bağdad daxil olma, Ərəb İraqını itirdi. Xatırlayırsınızsa biraz əvvəl 1-ci İsmail, Şah İsmail Ərəb İraqını almışdı, Bağdadı ələ keçirmişdi. İndi isə 1534-də Ərəb İraqını itirdik. Sonra bir daha bunu kim geri alacaq? Şah Abbas geri alacaq. İkinci yürüşümüz 1535-ci ildə yenə də yandırmış torpaq taktikasını istifadə etdilər. Təbrizə qədər gəldi. Sultaniyə qədər gələn Osmanlı qoşunları burada qarşısını aldı. Həmədan döyüşü var. Bunu biz Osmanlı mövzusunda demişdik. Ümumi tarixdən xatırlayırsınızsa 35-də Həmədan yaxınında döyüşdü. Ancaq yenə də ərzaq çatışmamazlığı nəticəsində geri qayıtmaq məcburiyyətində qaldı. Xəstəliyin olması. Sultan Süleymanın 3-cü yürüşü buna səbəb olacaq bir məsələ var idi. Əlqas Mirzə. İndi biraz sonra onu yenə təkrarlayarıq orada, amma burada da deyək. 1547-ci ildə Şirvanda qiyam qaldırmış Əlqas Mirzə. Əlqas Mirzənin kim olduğunu biraz sonra Şirvanşahlar süqutunda deyəcəm. Əlqas Mirzənin təhriki ilə baş vermişdi. Yenə də Təhmasib yandırmış torpaq taktikası istifadə 3 yürüşün üçündə də və bu yürüş uğursuzluqla nəticələnmiş oldu. Təbrizə qədər gəlsə də burada çox qala bilmədi, geri qayıtdı. Şahidlər testlərin birində bu sualla var. Səfəvi qoşunu Şahın oğlu. Deməli, İsmail Mirzənin rəhbərliyi altında Osmanlılar təqib etdi, Qars qalasını ələ keçirdi və Ərzuruma qədər onların arxasınca getmişdi, izləmişdilər. 1552-ci ildə isə Şah Təhmasib artıq Osmanlı ordusunu sülhə məcbur etmək istəyirdi. İstəyirdi ki, Osmanlı sultanı bir an əvvəl sülh bağlamağa razı olsun. Və onları istəyirdi ki, Osmanlı növbəti hücumlarında artıq sərhəddə əlinə keçəcək bir şey qalmasın. 1552-ci ildə əks-hücuma keçdi, Şərqi Anadoluya yürüş elədi və Muşa qədər olan bütün yaşayış məntəqələrini dağıtdı